Salam, hər vaxtınız xeyirli olsun. Bu günləri 9-cu sinif test topusundan natar ödəmə mövzusu 11-dən 20-yə qədər testlərin izahını verəcəm. Başlayaq testlərimizə. 11-ci test. Deyir ki, ədədi 7-yə böldükdə qallıq hansı ədəd ola bilməz? Siz bilirsiniz ki, qallıq böləndən kiçik olmalıdır. Yəni, qallıq kiçikdir, bölən yazırıq. Başqa cürlə bölən həmişə qallıqdan böyük olur, deyə bilərik. Mənim əgər bölənim indi 7-dirsə, qallıq nə ola bilməz? Qallıq 7-dən böyük və 7-yə bərabər ola bilməz. Nə ola bilir? 1 ola bilir, 2 ola bilir, 3 ola bilir, 4 ola bilir, 5 ola bilir, 6 ola bilər. İndi baxaq. 7-dən böyük nə var? 8 var. 11-də cavab B bəndidir. 12-də deyir ki, ulduzun əvəzinə hansı rəqəm olmalıdır ki, 4 rəqəmli ədəd 9-a qalıqsız bölünsün. 9-a bölünmə əlaməti necədir? 9-a bölünmə əlaməti deyir ki, rəqəmləri cəmi 9-a bölünən ədədlər 9-a bölünür. Mən rəqəmlər cəmi toplamalıyam. Deməli, 6 üstə 4 üstə gəl, 3 üstə gəl. Bir dənə ulduzumuz var. Bu bərabər. 6 üstə 4 gəlirəm 10, 10 üstə 3 gəlirəm 13. 13 üstə gəl, bir dənə ulduz. Ulduz nə ola bilər uşaqlar? Ulduz bir rəqəmli ədəddir. 0-dan 9-a qədər ədəd ola bilər. Özü deyir ki, rəqəm olmalıdır. Rəqəmlərimiz də hansılardır? 0-dan 9-a qədərdir. Deməli, mən nə qoya bilərəm? Mən 13 üstünə 5 gəlirsəm, eləyəcək 18. 18 də 9-a qalıqsız bölünür. Deməli, ulduzun yerinə 5 qoysaq, qalıqsız bölünəcək. 12-də cavab C bəndi. 13. Ulduzun əvəzinə hansı rəqəm olmalıdır ki, 4 rəqəmli ədədin 9-a tam bölünsün? Yenə eyni qayda ilə uşaqlar. Rəqəmlər cəmi toplayıram. 9-a bölünmə əlaməti deyir ki, rəqəmləri cəmi 9-a bölünən ədədlər 9-a bölünür. 5-in üstünə 6 gələrəm 11, 11 üstünə 2 gələrəm 13. 13 üstə gəl ulduz. Ulduz nə ola bilər? 0-dan 9-a qədər ola bilər. Özü deyir ki, rəqəmdir. Rəqəmlərim də 0-dan 9-a qədərdir. Ulduzun yerinə nə qoya bilərəm? 5 qoya bilərəm. 13-ün üstünə 5 gələrəm, 18 eləyər. 18-də 9-a böləndə qalıqsız bölünür. 2 alınır cavab. Deməli, 13-cü testdə cavabımız Y bəndi alındı. 14-cü testə baxaq. 14-cü testdə deyir ki, 630 ədədinin neçə müxtəlif sadə vuruğu var? Sadə vuruğunu ayıraq, 2-yə bölək. 630-u 2-yə böləndə eləyəcək 315. 3-ə bölək. 315 3-ə böləndə 105 edir. 105-i 3-ə böləndə 35 edir. 35-i 5-ə böləndə 7 edir. 7-ni 7-yə böl 1. Neçəsi müxtəlif deyirsə, müxtəliflər hansılardır? 2-dir, 3-dür, 5-dir, 7-dir. 4 dənəsi müxtəlifdir. Deməli, bizdə cavab C bəndi oldu. Sual versə neçə sadə vuruğu var? Sadə vuruq. Sadə vuruqlarını sorursaydı 1, 2, 3, 4, 5. 5 dənə sadə vuruğu var. Bir də belə bir şey deyək. Neçə sadə böləni var? Sadə bölənlə müxtəlif sadə vuruq. Müxtəlif sadə vuruq. Belə yazıq bir dəqiqə. Sadə vuruq. Eyni şeydir. Desək ki, neçə sadə böləni var? Yenə 4 olacaqdır. Neçə müxtəlif sadə vuruqu var? 4 olacaqdır. 15-ci testdə ifadənin qiymətini hesablayın deyir. İfadəmizi köçürək. Mən deyirəm ki, birinci və ikinci toplanandan 57 ortaqdır. Bunu çıxardaram mötərizə xərcinə. 3-dən 4-dən isə 37-ni mötərizə xərcinə çıxardaram. Yazaq deməli. 57 vur. Mötərizə xərcinə çıxardanda qalacaq 38 plus 42. Çıx. Bu tərəfdən mənfi 37-ni çıxardacam. Niyə? Burada mənfi var. Baxın. Mən mənfi 37-ni çıxartsam, eləyəcək 38 üstə gəl 42. Bu da bərabər. Mən baxıram ki, burada da bu mötərizələri ortaq vuruq kimi çıxarda bilərəm. Onda olacaq 38 plus 42 vurulsun. 57 çıx 37. Bu da bərabər. 38-in üstünə 42 gələndə 80 eləyir. 57-dən 37 çıxanda da 20 eləyir. 80 də 20 vuranda 1600 eləyir. Cavab elədi Y bəndi. 15 Y bəndi alındı. Deməli, bunu sinək.
Keçdik 16-dır. 16-da da yenə eyni qayda ilə ifadənin qiymətini tapın deyir. 54 vur 37 üstə gəlir 46 vur 37 çıx 54 vur 24 çıx 46 vur 24. Yenə birinci və ikinci toplananından 37-ni mötərizə xərcdən çıxardaram. 3-4-dən 24-ü çıxardaram. Birinci buna yazaq. Deməli 37 vur. Bunu rəngini dəyişək. 37 vur. Mötərizə xərcdən çıxardanda qalacaq burada 54 üstə gəlir 46 çıx. Bu tərəfdə mənfi 24 də çıxardacam mötərizə xəricinə. Qalacaq 54 üstə gəlir 46. Bir də baxanda da görürəm ki, 54 plus 46-lar mötərizə xəricinə çıxarda bilərəm. Deməli, bu bərabər olacaq. 54 plus 46 vurulsun. 37 çıx 24. 54-ün üstünə 46 gələndə 100 eləyir. 37-dən 24 çıxanda 13 eləyir. 100-dən 13-ə vuranda 1300 eləyir. 16-da cavab C bəndə alındı. Keçdik 17-ci testə. 17-də Əkob 19, 38, Əbob 12, 13-dür. Əbob 12 ilə 13 qarşılıqlı sadə ədəddir. Niyə? 12 ilə 13-ə baxın, ardıcıl ədədlərdir. Ardıcıl ədədlərimiz qarşılıqlı sadə ədədlərdir. Siz də bilirsiniz ki, qarşılıqlı sadə ədədlərin əbobu 1-dir, əkobu isə hasilidir. Deməli, bunun əbobu 1-dir. Bunu tapdıq. Əkob 19-dan 38 lazımdır. Mən deyirəm ki, bizdə bir dənə qayda var ki, deyir ki, əkob K-A, bir də K-B-dirsə, K-nı əkobun qarşısına çıxardıb yaza bilərsən ki, K vur, əkob A ilə B. Bu qaydaya görə baxıram ki, 19-dan 38, hər ikisi 19-a bölünür. Yazaram ki, 19 vur, əkob. 19-u 19-a böl 1 eləyir, 38-i 19-a böl 2 eləyir. Bu bərabər. 19 vur, əkob 1 ilə 2, baxın yenə. Ardıcıl ədədlərdir. Ardıcıl ədədlər də qarşılıqlı sadə ədədlərdir. Onların əbobu 1-dir, əkobu isə hasilidir. Deməli, əkobu olacaq burada. 1 ilə 2-nin əkobu hasil olmalıdır. 1 vur 2 eləyəcək. Başqa sözə, inşallah bir dənə belə bir şeylə yaza bilərsiniz ki, indi bir ədədi var burada, düzdür. Fərqi yoxdur. Birə yazaq. Baxın, əkob 1 n olsun. Yəni, vahid bir ədədi istənilən ədədlə həmişə qarşılıqlı sadə olur. Bunların əkobu 1 vur n eləyəcək, əbobu da 1 eləyəcək. Bu qaydadan da yaza bilərsiniz. Deməli, 19-u 1-ə vur 19, vurdun 2, 38. 38 çıx 1, 37. 17-də B bəndə elədim. 17 Bakı. 18. Fərqi tapın. 18-də deməli, əkob 30, 54, çıx, əbob 30, 54. Yəni, bunda başqa ilə yazaq, sadə vurğanı ayırmaqla yazaq. 30 ilə 54 sadə vurğanı ayıraq. 2-yə böldüm 15, 3-ə böldüm 5, 5-ə böldüm 1. 2-yə böldüm 27, 3-ə böldüm 9, 3-ə böldüm 3, 3-ə böldüm 1. Ortaq 2-lər ortaqdır. 3-lər ortaqdır. Deməli, bunun əbobu 6-dır. Əbob 30 ilə 54, 6 ilədir. Əkobu isə əkobu 6 vur. Ortaq olmayanların hasili. Ortaq olmayan nədir? 5-dir. Vur. 2 dənə 3-dür. 3-3-ə vur 9 eləyir. Bu bərabərdir. 6-nı 5-ə vur 30. 30-u 9-a vur 270. Deməli 270 çıx 6-dır. 270-dən 6 çıxanda da 264 eləyir. Baxaq hansı cavabdır? 18-də cavab Bakı alındı. 18 B bəndi. İndi 19-cu testimizi yazaq. 19. Bölünəni 4 dəfə azaltdıqda böləni necə dəyişmək lazımdır ki, qismət 3 dəfə artsın. Gəlin belə yazaq. Deməli, A böl B bərabər C. Bu A bölünəndir. B böləndir. C qismətdir. Bunu yazaq.
Bizə nə lazımdır? Bizə nəyi çalışır? Deyir ki, böləni necə dəyişmək lazımdır? Bölən hansı hərfdir? B hərfidir. B-ni tapanda necə tapırsan? A-nı C-yə bölürsən də. Aha, bu qalsın. Deməli, mənim normalda B bərabər A böl C olmalıdır. Deyir ki, bölünəni 4 dəfə azaltsam. Yəni, burada aşağıda bölünəni 4 dəfə azaltsam. Bölünən hansı hərfdir? A hərfidir. A-nı 4 dəfə azaltmaq demək, A-nı 4-ə bölmək deməkdir. Baxın, 4-ə böldüm. Niyə? Azaldıram. Deyir ki, 4 dəfə azalt. Böldüm. Deyir, qismət 3 dəfə artsın. Qismət hansıdır? C-dir. 3 dəfə artmaq demək, yəni vurmaq deməkdir. 3 vur C deməkdir. Bunları da yerində yazıram. Axı, mən B-ni tapanda A-nı C-yə bölmürəm. İndi biz bu kəsirdə nə edirik? A-nı 4-ə böləndə, daha doğrusu belə deyək də, 4-də A-nı böləndə 3C-yə, 4 aşağı düşür, məxrəcə düşür. Olacaq A-da C, 3-ü 4-ə vurursan 12. Bu da bərabər 12-də 1 vur, A-da A bölünsün C. Başqa sözün aşağılar, baxın. A böl 4 bölünsün 3C bərabərdir. A böl 4 vurulsun. 3C-nin tərsinə vurmaq demək nə deməkdir? 3C-nin məxrəci 1-dir. Tərsinə vuranda olacaq 3C-də 1. Bu da bərabər 4 3-ə vurulur 12 yazılır burada. Elə aynı C-də sürətdə qalır. Biz bunu yazdıq. Bilməyənlər üçün burada aşağıda detallı izah verdim. İndi baxaq. Əvvəl A böl C olub. İndi 12-də 1 vur A böl C olub. Burada dəyişim nə qədər oldu? 12 dəfə azaldı. Debəndi. Əgər baxın, belə bir şey olsaydı, 12 vur A böl C olsaydı, onda deməli 12 dəfə artacaqdı. Bizdə 12-də 1 olduğu üçün 12 dəfə azaldı. 12 vur A böl C olsa 12 dəfə artmaq deməkdir. Burada yazaq. 12 dəfə artıb. Belə olsaydı. Mötəzəni belə dairənin içinə aldım. İndi hal-hazırda cavabımız debəndə alındı. Keçdik 20. Sonuncu testimizdir. N-in hansı qiymətlərində əküb N10 bərabər 10 bərabərliyi doğrudur? Deməli, əkübdur. N-dir. Onunla əkübünü tapırsan, cavabı 10 eləməlidir. Deməli, belə bir şey ağlımıza gətirərik ki, N onun bölənləridir. Onun bölənləri hansılardır? 1-dir, 2-dir, 5-dir, 10-dur. 21-də cavab, daha doğrusu 20-də cavab D bəndi alındı. 20 D bəndi. Baxdığınız üçün çox sağ olun, kanalıma abunə olun. Növbəti videolarda görüşənə qədər.